magistr sahəsi üzrə o qədər də məlumat yoxdur. Biz də istədik ki, həm bu sahələr üzrə məlumat əldə etmək, həm də gələcək tələbələrə yol göstərmək üçün belə bir seriya başladıq. Bu seriyanın artıq ikinci vebinarıdır. Bu gün ətraf mühit və sağlamlıq sahəsi üzrə danışacağıq. Spikerimiz İlahə Qədəşova. İlahə xanım Azərbaycan İdman Akademiyasında bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisası bakalavr təhsil etmiş. Hal-hazırda isə Azərbaycan Tibb Universitetində ətraf mühit və sağlamlıq magistr sahəsini davam etdirir. Sözü çox uzatmadan İlahə xanıma vermək istəyirəm. Salam, hər vaxtınız xeyir olsun. Mən də hər kəsi salamlayıram. Çox sağ olun Fatimə xanım təqdimatınız üçün. Bir daha mən də üzr istəyirəm. Biraz gecikmə oldu bəzi texniki səbəblərdən dolayı. E, Bu gün sizlərə ətraf mühit və ümid edirəm hər kəs slaydı görür yəqin ki, yoxsa hal-hazırda görünmür. Bir slayd görsənir, sadəcə tam ekran etsəniz daha yaxşı. Aha. Belə görünürmü Fatimə xanım? Bəli, görünür. Aha. Bugünkü mövzumuz ətraf mühit və sağlamlıq sahəsi haqqında olacaqdır. Mən sizlərə magistratura təcrübəm və burada olan perspektivləri qeyd edəcəm. İlk olaraq çıxışın məzmunu haqqında sizi məlumatlandırım. Təhsil və təcrübəm haqqında sizlərə bu haqqda sizlərə məlumat verəcəm. Daha sonra bu ixtisası niyə seçdim? Ətraf mühit sağlamlığı nədir və niyə vacibdir? Magistr proqramı, struktur və tədris sistemi haqqında üstünlüklər və çətinliklərini vurğulayacağıq və sonda isə karyera imkanları və perspektivlər nədən ibarətdir o haqqda danışacağıq. İlk olaraq təhsil yolum bakalavrdan magistraturaya. Onu qeyd edim ki, mənim ilk bakalavr təhsilim, Fatimə xanım da qeyd etdi əvvəldə onu. Bakalavr təhsilim Azərbaycan İdman Akademiyasında olub. Bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisası üzrə və 2021-2025-ci il tədris illəri arasında olub. Bu üzrə biz sabah qruplarında təhsil almışıq və 2025-ci ildə sabah qruplarının fəxri məzun adı ilə bitirmişəm. Daha sonra isə bildiyiniz kimi son kursda magistratura üzrə hazırlıq mərhələm olub və onu da qeyd edim ki, magistr ixtisaslarının seçimində ikinci yerdə qeyd etmişdim mən ətraf mühit və sağlamlıq ixtisasına və bura qəbul oldum. Daha sonra ixtisası seçmə səbəbimi sizlərlə paylaşacağım. Burada mən əsas sizlərə onu göstərim ki, burada bəndlər qeyd etmişəm. Ətraf mühit problemləri ilə qarşılaşma, sağlamlıq, ekologiya kəsişməsi, şəxsi maraq və motivasiyam, gələcəyə töhfə vermək istəyim və aktual inkişaf edən sahə olması. Onu qeyd edim ki, belə deyək, bu tibb sahəsi üzrə tibb universitetində təhsil almaq istirdim və orada bizim verə biləcəyimiz ixtisaslardan biri ətraf mühit və sağlamlıq ixtisaslaşması qeyd olunmuşdu. Bu arada bütün magistrlara, magistratura verənlərə uğurlar arzulayıram. İnşallah ürəklərində olan ixtisaslara qəbul olarlar. Bütün bakalavrlara uğurlar indidən. İlk olaraq ətraf mühit problemləri ilə qarşılaşma. Yəni, bu ixtisası özüm kodlaşdırdığımda əsas elə ixtisas haqqında tam dərin məlumatım yox idi və araşdırmağa başladım. Ətraf mühit problemləri ilə qarşılaşacağımız, yəni bütün gündəlik həyatımızda qarşılaşırıq əslində. Məsələn, adi bir nümunə göstərsə, yaşayış məskənlərində tutalım əhalinin belə bu ətraf mühit amillərinin təsirinə məruz qalması, hər hansı bir tullantılar ətraf mühitin çəkilməsi və əhaliyə bunun birbaşa və dolayı yolla təsir mexanizmlərini görürük. Tutalım biz nəyə misal çəkə bilərik? Həmin ərazilərin yaşayış məskənləri yaxınlığında ətrafında olan ərazilərin tullantıların çəkilməsini misal göstərə bilərik. Bu adi bir haldır əslində, bəsit bir məsələdir. Sadəcə dərin problemlərə yol açır. Və yaxud da kanalizasiya sularının ətraf mühitə axıdılması. Bunun təbii ki, yəni belə deyək də bizdən də, hər bir fərddən də asılı olan bir prosesdir. Amma əsas məsələsi burada məsələn biz görürük ki, əhali arasında belə deyək, bu dərin problemlərə səbəb ola bilir və burada nəyi qeyd etməkdir məsələn? Yəni aktual bir məsələ olması, elə aktual və inkişaf edən sahə olması da bundadır ki, çox geniş yayılıb. Sadəcə biz bəzən ətraf mühitin insanda dərin problemi, insan sağlamlığında dərin bir problemi yaradacağını göz ardı edirik belə deyək.
Sağlamlıq və ekologiyanın çatışması da elə oradan başlayır ki, yəni ekoloji amillərin insan orqanizminə zamanla təsiri, uzun müddətli təsiri orqanizmdə müxtəlif problemlər yaradır və e, mənim də diqqətimə elə bu istiqamət çəkmişdi ki, həm bakalavr təhsilimlə olan ixtisasla əlaqələndirə bilim və gələcəkdə hər bir həm bakalavr, həm də magistratura ixtisasının ikisini bir yerdə vəhdət bir şəkildə davam elətdirə bilim. Şəxsi maraq və motivasiyam da elə bu səbəbdən yaranmışdı. Və bir işin içində olmasan, onda onun dərinliyini görə bilmirsən deyə hal-hazırda təhsil aldığım müddətdə də bu sahəni seçməyimə peşman deyiləm. Çünki marağım getdikcə də artır və hər iki təhsilimi də birlikdə birləşdirib gələcəyə töhfə verəcəyimi düşünürəm. Bu töhfənin də əsas məqsədi nədən ibarətdir? Mənim fikrimcə yəni mənim əsas məqsədim ondan ibarətdir ki, sağlam gələcək qurmaq və gələcək nəsillərə sağlam bir mühit e, bəxş eləməkdir. Xüsusilə də uşaqlarımıza, körpələrə ki, onlar sağlam düşüncə və sağlam mühitdə böyüsünlər. Əsas məqsədim ondan ibarətdir. Daha sonra bu ixtisasın ümumi özü haqqında belə məlumat verək. Ətraf mühit sağlamlığı nədir və niyə vacibdir? Ümumiyyətlə, ətraf mühit sağlamlığı ətraf mühitin həm fiziki, kimyəvi, bioloji və sosial faktorlarının insan sağlamlığına təsirini araşdıran və bu təsirləri minimuma endirməyə yönəlmiş multidisiplinar bir elm sahəsidir. Və ətraf mühit sağlamlığı özündə müxtəlif sahələri birləşdirir. Bura ekologiyanı, toksikologiyanı, daha sonra epidemiologiya və profilaktik tibb kimi sahələri misal çəkə bilərik və bunlar təbii ki, bir-birinə qarşılıqlı əlaqədardirlər. Bu sahənin də əsas məqsədi ekosistem dayanıqlığını qoruyub saxlamaq və insan sağlamlığında baş verəcək problemlərin qarşısını almaqdır. Burada riskin qiymətləndirilməsi ortaya çıxır. Riskin qiymətləndirilməsi nədir? Potensial təhlükə halında olan məsələlər ki var, onları sağlamlığa zərər vurmadan qarşısını almaqdır və profilaktik tədbirlər də elə bunun üçün həyata keçirilir. Bu kimi məqsədlər daşıyır və bu profilaktik tədbirlərin də görülməsi bir var xəstə orqanizmin müalicə olunması, bir də var orqanizm xəstələnmədən əvvəl belə deyək, profilaktik tədbirlər görülməsi daha tez qarşısının alınması insan sağlamlığı üçün çox vacib rol oynayır. Daha sonra biz sağlamlığa təsir nümunələrini çəkəcəyik. Yəni ətraf mühitin biz bayaqları amillərini qeyd etdik və obyektləri var təbii ki. Bura atmosferi, yəni havanı, torpağı, suyu və qida məhsullarını misal göstərəcəyik. Yəni 4 əsas obyekti bunlardır və bura müxtəlif amillər aiddir. Fizikidir, biolojidir, kimyəvi və sosial amillərdir. Əvvəldə də qeyd etdim. Və bunların hamısının insan orqanizminə həm birbaşa, həm də dolayı yolla təsiri var. Və bunun nəticəsində də orqanizmimizdə patofizioloji mexanizmlərdə pozuntular başlayır. Onlar aktivləşirlər və pozuntular yaranır. Ümumiyyətlə, burada da şəkildə gördüyünüz kimi atmosfer çirklənməsindən məsələn başlayaq. Bu necə baş verir? Müxtəlif qazların atmosferə yayılması nəticəsində olur. Məsələn, əsasən də insan orqanizminə zərərli təsirləri azot oksidləridir, kükürt oksidləridir, amoniakın özünü misal çəkə bilirik. Burada PM-lər qeyd olunub. Bu nə deməkdir? Bu ölçüsü 2,5 mikrometrdən kiçik olan hissəciklərdir ki, toz hissəciklərdir ki, onlar da atmosferə yayılırlar. Nə nəticəsində yayılırlar? Sənaye müəssisələrinin emissiyaları nəticəsində olur. Belə deyək, avtomobillərin istifadəsi, yəni nəqliyyatın həddindən artıq istifadəsi nəticəsində ola bilər. Atmosferə buraxılan tüstülər və buxarlar nəticəsində yayılır. Və bu da atmosferin də çirklənməsi ən çox orqanizmdə respirator xəstəliklərinin yaranmasına gətirib çıxara bilir. Və belə deyək, 80% yaranan xəstəliklərin də sayı belə deyək də orqanizmdə yaranan xəstəliklərin sayının 80%-ni atmosferdən yayılan çirklənmə nəticəsində olur. Daha sonra burada işıq, radiasiya və səs-küyü görürsünüz. Bu fiziki amillərin cəmi deməkdir. Yəni fiziki amillərə təkcə bunlar yox, təbii ki, temperatur və rütubəti də biz aid edirik. Sadəcə indi hal-hazırda işıq, radiasiya və səs-küyü görürsünüz şəkildə. Ümumiyyətlə təbii ki, məsələn, işıq birbaşa ilə göz orqanımıza təsir göstərir. Səs-küy eşitmə analizatorumuza təsir göstərir. Radiasiya isə ümumilikdə
bildiyimiz kimi nüvə silahları, atom stansiyalarında olan bəzi təcrübələr nəticəsində ətrafa radiasiya yayılır və bunun nəticəsində də insan orqanizmində kəskin və xronik xəstəliklər yaranır və sonunda ağır nəticələrlə sonlanmış olur. Bunlara məsələn biz orqanizmdə mutagen dəyişikliklər baş verir, kanserogen xəstəliklər də gətirib çıxara bilir. Yəni radiasiyanın orqanizmdə təsiri çox yüksəkdir. Daha sonra məsələn su çirklənməsi və torpaq çirklənməsini burada görürsüz. Və bura məsələn nəyi misal göstərə bilərik? Ağır metallarla çirklənmə ola bilər və yaxud torpağın pestisidlərlə çirklənməsinə aid edə bilərik ki, orqanizmə dolayı yolla təsiri də burada təbii ki, torpaqdan qida vasitələrinə bitkilərə keçir. Qida zənciri vasitəsilə bizim orqanizmimizə daxil olur. Dolayı yolla dedikdə, yəni bu anlayışdır, bu istiqamətdə irəliləyir. Daha sonra biz bu sahənin ətraf mühit sağlamlığı sahəsinin həm qlobal, həm də Azərbaycanda, yəni bizim respublikada olan istiqamətlərinə baxacağıq. E, Qlobal aspekti və Azərbaycan kontekstini qeyd edəcəyik. Burada deməli ilk olaraq öz respublikamızdan başlasaq, burada yerli problemlər özünü göstərir, statistika, dövlət siyasəti və gələcək perspektiv kimi əsas sözlərdən istifadə etmişəm. Biz yerli problemlər deyəndə nə nəzərdə tuturuq? Belə deyək, məsələn, hal-hazırda elə Bakı şəhərinin özündə atmosfer havasının çirklənməsi ildən ilə artır. Bunu Səhiyyə Nazirliyi də Səhiyyə Nazirliyinin verdiyi məlumatlara əsasən deyə bilərik. Elə statistik məlumatlar da dediyimizdə bunu göstərir. Bu o demək və statistik məlumatlara əsasən də nə qeyd olunur? Deyilir ki, ətraf mühit obyektləri vasitəsilə çirklənmə belə deyək, ürək damar xəstəlikləri və tənəffüs xəstəlikləri riskinin 30%-ni təşkil edir. Yəni bu xəstəliklərin yaranmasının 30%-i ətraf mühitdən asılıdır. Dövlət siyasəti dediyimizdə nə nəzərdə tutulur? Dövlət siyasətinə məsələn biz real bir nümunə çəksək, COP29-u misal göstərə bilərik ki, yəni bizim ölkəmizdə ekologiyaya bağlı tədbirlərin, müəyyən layihələrin keçirilməsi artıq ciddi bir məsələ halına gəlib. Və gələcəkdəki perspektiv də elə nədən ibarətdir? Ekosistem dayanıqlığını qoruyub saxlamaq və gələcəkdə bu sahə üzrə mütəxəssislərin yetişməsi üçün əsas istiqamət daşıyır və dövlət də buna uyğun tədbirlər görür. Qlobal aspekt nədən ibarətdir? Qlobal aspektdə təbii ki, yəni bizim respublikamızda da bu problemlər olur, amma bununla yanaşı həm də dünyanın müxtəlif ölkələrində bu ətraf mühitin çirklənməsi halları özünü göstərir. Və qlobal aspektdə mühüm rol oynamasının səbəbi də onu qeyd edir ki, yəni bu müxtəlif ölkələrdə bu problemlər var. Məsələn, biz buna misal göstərəcəyik. Məsələn, şərq ölkələrini misal göstərsək, Çin və Hindistanda e, ildən ilə atmosfer havasında çirklənmə halları müxtəlif sayda və hətta müxtəlif sayda yəni milyonlarla ölümə səbəb olur. Və bununla burada mən başqa nəyi misal göstərə bilərəm? Amma bəzi Avropa, biz indi şərq ölkələrini dedik. Avropa ölkələrində isə bəzi protokollar var ki, ətraf mühitin profilaktikası bu protokollara əsasən qurulur və profilaktika hallarının da bayaq da qeyd etdiyim kimi olması bu sahənin ən böyük məqsədlərindən biridir. Bu tədbirlərin qurulmasında da əsas məqsəd. Çünki belə deyək, profilaktik tədbirlərin qurulması, riskin qiymətləndirilməsi əhalinin sağlamlığını daha tez şəkildə, belə deyək, zərərli amillərin təsirini daha tez şəkildə müəyyən edir və əhalidə müxtəlif xəstəliklərin yayılmasını qarşısını alır. İqtisadi və sosial fayda nədən ibarətdir? İqtisadi fayda səhiyyənin öz büdcəsinə təsir göstərməkdir. Yəni belə deyək, həm dövlət büdcəsinə, həm də səhiyyəyə təsirdir. Bəzi xərclərin azaldılmasıdır. Sosial fayda nədən ibarətdir? Sosial faydaya biz əhali arasında, daha doğrusu qlobal aspektdə ölkələr arasında baxırıq biz. Burada kasıb və varlı ölkələr var. Bunlar arasında sosial bərabərsizliyin qarşısını almaq üçün böyük faydası var bu sahənin. Birləşmiş Millətlər Təşkilatını bura qeyd etmişik. Təbii ki, bu səviyyədə də müəyyən layihələr, tədbirlər keçirilirdi ya, BMT-nin də burada rolu çox böyükdür. Daha sonra biz nəyi vurğulayacağıq? Daha sonra magistr proqramına keçid edəcəyik. Yəni bu sahənin artıq bir ixtisaslaşma olaraq inkişafı Azərbaycan Tibb Universitetində başlayıb və struktur göstərməmişdən əvvəl sizlərə onu qeyd edeyim ki, Azərbaycan Tibb Universitetinin qidalanma və ekologiya kafedrasında bu ixtisaslaşma
açılıb və dərslərdə həmin kafedrada tədris olunur. Magistratura proqramının müddəti 2 il ərzindədir. Bilirsiniz ki, bir il yarımlıq olan proqramlar da var və 2 illik olan proqramlar da var. Bunların fərqi də təbii ki, 2 ilin sonunda biz müdafiə edirik, dissertasiya işi hazırlayırıq və onun müdafiəsi prosesi olur. Amma bir il yarımlıq olan proqramlarda isə bu hal baş vermir. Və sizlərə indi struktur planını mən göstərim. Hər bir semestr üzrə təbii ki, 2 ildən ibarətsə 4 semestrdən təşkil olunur. Burada əsas fənlər qeyd olunur və seçmə fənləri qeyd olunur. Əsas fənlərin belə deyək, hər bir fənləri görürsüz burada. Əsas fənləri biz ilk semestrini, çünki mən belə deyək, artıq payız semestrinin qış sessiyasını bitirmişəm. İlk semestrdən fənləri sizə deyim. Tədqiqat metodları, ekologiya və tibbi ekologiyanı e, tədrisi olunub artıq və seçmə fənlərdə isə belə necə baş verir? Gördüyünüz kimi 2 blokdan təşkil olunub. 2 blokda hər blokdan bir fən seçilir və toplamda hər semestr üzrə 5 fən tədris olunur. Daha sonra və bu semestrlar üzrə də biz axı dedik ki, elmi işin hazırlanması prosesi olmalıdır. Hər bir semestr üzrə də məsələn ilk semestrdə biz elmi işdə ədəbiyyat siyahısını hazırlayırıq. Daha sonrakı semestrlarda artıq elmi mövzumuz nədirsə, dissertasiya işimizin mövzusu nədirsə, onun üzərində daha dərin araşdırmalar edirik və sonda isə 4-cü semestrimiz isə tamamilə həmin bu dissertasiya işinin hazırlanıb sonlanması və müdafiəsi nədir? Daha sonra mən sizə ilk payız semestrinin fənləri haqqında ətraflı məlumat verim. Burada tədqiqat metodları, ekologiya, tibbi ekologiya, ətraf mühit və qidalanma və ətraf mühitin toksikologiyasıdır. Burada ətraf mühit və qidalanma, bir də ətraf mühitin toksikologiyası fənləri seçmə fən blokundan seçilib. Əsas məqsəd nədir bu fənlərdə? Tədqiqat metodlarının keçirilməsinin məqsədi ondan ibarətdir ki, biz bildiyimiz kimi yenə də qeyd elədim ki, elmi işin hazırlanması prosesi gedir və bunun üçün biz müxtəlif metodlardan istifadə edirik və tədqiqat metodları fənninin də keçirilməsi bu metodların keçirilmə üsulları necə baş verir və bu üsullardan haralarda istifadə olunur. Əsas məqsədi odur bu fənnin və bizim dissertasiya işinin sonda müdafiəsində də ümumiyyətlə bu dissertasiya işinin planında, gedişatında bizə çox böyük kömək olur bu fən və hətta yəni bu fəndə keçirilən üsullardan da biz öz elmi işimizdə istifadə edəcəyik. Və daha sonra ekologiya fənni və tibbi ekologiya fənni. Bunları ikisini bir yerdə izah edeyim sizlərə. Deməli, ekologiya fənni daha çox özündə ətraf mühit amillərini və ətraf mühitin belə də obyektlərini birləşdirən bir fəndir. Onların haqqında öyrənirik. Tibbi ekologiya isə artıq bunların insan orqanizmində törətdiyi xəstəliklər və patoloji proseslər haqqında danışır. Ekologiya fənnində biz tutalım atmosfer, biosfer, troposfer, yəni əsas qatlar hansılardır? Onlar məsələn troposfer dedim, hidrosfer bir də. Hə, və bunlara baxırıq və bunların dərinliyi öyrənir. Təbii ki, yəni ekologiya fənnindən də yəni tibbi ekologiya bir-birinə əlaqəlidir. Yəni dediyim kimi tibbi ekologiyaya keçid olur. Sadəcə tibbi ekologiya fənninin də ayrıca bir fən kimi keçirilməsinin əsas məqsədi ondan ibarətdir ki, daha dərindən anlamaq, insan orqanizmində törədilən xəstəliklərin mexanizmini daha dərindən anlamaq üçündür. Sonra digər fənlərimizə baxaq. Ətraf mühit və qidalanma. Ətraf mühit və qidalanmada bir-birinə necə əlaqəlidir? Biz çünki yəni qida maddələrindən istifadə edirik gündəlik həyatımızda və bizim həmin bu qida maddələrinin sağlam, təmiz bir şəkildə olması vacibdir bizim sağlamlığımız üçün təbii ki. Amma belə deyim, ətraf mühitin bu qida maddələrində təsiri var. Çünki qida zənciri vasitəsilə torpaqdan bitkiyə ötürülürsə zərərli maddələr, bitkidən də tutalım heyvanlara daxil olur və heyvanların da biz ətindən, südündən istifadə edirsə, bizim orqanizmimizə bu daxil olmuş olur. Yəni qida maddələrinin, müəyyən yeyinti məhsullarının çirklənməsi ətraf mühit amilləri vasitəsilə orqanizmdə müəyyən yenə patoloji proseslərə gətirib çıxarır və bu fənnin də əsas məqsədi elə bundan ibarətdir ki, yəni qidalanma vasitəsilə orqanizmdə hansı proseslər baş verir, onu öyrənir. Və ətraf mühitin toksikologiyası fənni son olaraq ətraf mühitin toksikologiyası nədən ibarətdir? Burada bizim əsas öyrəndiyimiz
belə deyək, həmin bu maddələrin toksiki doza dərəcəsinin nə dərəcədə insan orqanizminə təsir edir və bu maddələr hansı miqdarda olsa, yol verilən hədd nə qədər olmalıdır ki, bu insan orqanizmində bir problem yaratmasın. Tutalım biz hansısa bir iş mühitindəyik və orada belə deyək də müxtəlif amillər var, ətraf mühit amilləri var və bizim olduğumuz yer hal-hazırda indi bizim olduğumuz yerdə elə kənarda olan amillər də ətraf mühit sayılır. Biz indi nümunə kimi məsələn iş mühitini götürürük. İş mühitində müxtəlif amillər təsir edə bilər insana və həmin amillərin tutan sənaye müəssisəsidir. Orada təbii ki, müxtəlif qazlar var, kimyəvi maddələr var. Həmin maddələrin insan orqanizminə hansı dərəcədə təsiri hansı toksiki doza müəyyən, hansı toksiki dozada insan orqanizminə təsir eləyir, onun yol verilən həddi müəyyənləşdirilir. Yəni bu fəndə biz bunları öyrənirik. Və yaxud da həmin bu yol verilən hədd keçdikdə insan orqanizmində hansı hallar baş verir? Kəsici xəstəliklərmi, xronik xəstəliklərmi yaranır? Bunlar öyrənilir əsas bu fəndin nəticəsində. Və daha sonra mən sizlərə bu fəndin üstünlükləri və bu sahənin daha doğrusu üstünlük və çətinliklərini qeyd edeyim. E, Burada ilk olaraq üstünlüklərindən başlayaq. Şəxsi inkişaf, profilaktik töhfə, beynəlxalq əməkdaşlıq və sahənin inkişaf potensialıdır. Çətinlikləri isə resurs çatışmazlığıdır, yerli kontekstdə problemlərdir, inkişaf çətinlikləridir və şəxsi çətinliklərdir. Ümumiyyətlə çətinliklər, yəni burada resurs çatışmazlığını qeyd eləmişik. Hər biri haqqında məlumat verim sizlərə. Resurs çatışmazlığı nədir? Çünki bu yeni bir sahədir, yeni açılmış bir ixtisaslaşmadır və ona görə də bəzi mənbələr, yəni öyrənmə mənbələri hələ ki dərindən belə deyək, hazırlanmayıb. Çünki yeni bir ixtisaslaşmadır bu. Amma yəni resurs çatışmazlığı azdır deyə bu o demək deyil ki, yəni bu sahəni biz dərindən öyrənə bilmirik. Sadəcə yeni bir açılmış ixtisas olduğuna görə bunu vurğulamışam. Bəzi ədəbiyyat siyahılarında dəyişik problemlər olur bəzən. Ona görə biz xarici mənbələrdən istifadə edirik və təbii ki, texnologiya dövrü olduğu üçün müxtəlif internet resurslarından da istifadə edərək biz bilikləri yiyələnə bilirik. Yerli kontekstdə problemlər nədir? Yerli kontekstlə elə biz inkişaf çətinliklərini bir yerdə izah etsək, yerli kontekst o deməkdir ki, yəni Azərbaycan Respublikasında bu sahə yeni-yeni inkişaf etməyə başlayıb və e, ona görə də bəzi təməldə problemlər ola bilər. Yəni bəzi axsaqlıqlar özünü göstərə bilər. İnkişaf çətinlikləri də elə bundadır. Yəni zamanla özünü göstərəcək bir sahədir bu və aktuallığı da heç vaxt etməyəcək bir sahədir mənə görə. Çünki ətraf mühit var olduqca, yəni biz var olduqca ətraf mühit də var və insanla ətraf mühitin əlaqəsi kəsilməz bir şeydir. Ona görə də yəni daimi aktuallığını qoruyacaq bir sahədir. Sadəcə bizim respublikamızda inkişaf prosesi biraz yeni bir dönəm belə deyək də, yeni bir mərhələni hələ ki keçir. Ona görə də inkişaf çətinlikləri görə bilərik bu sahədə. Şəxsi çətinliklər nədir? Bizim daxilimizdə olan, yəni hər bir insanın bu sahəyə, tutalım mən bu sahədəyəm, mütəxəssis kimi bu sahədə belə deyək, özümü görmək istəyirəm, amma daxilən motivasiya düşüklüyü ola bilər və yaxud da elə bir çox psixi aspektlər buna təsir edə bilər, psixoloji durumumuz buna təsir edə bilər, ruh düşkünlüyü yaşaya bilərik. Çünki yeni bir sahədir və burada bir çox çətinliklə üzləşə bilərik. Bunun üçün də əsas olaraq bizim məqsədimiz önəmlidir ki, doğrudanmı mən bu sahədə özümü görmək istəyirəm və doğrudanmı belə deyək bu sahəyə yiyələnmək istəyirəm. Ən vacibi də elə budur. Və üstünlükləri nədən ibarətdir? Bayaq aktuallığını qeyd elədim. Aktuallığı ən böyük üstünlüyüdür bu sahənin və inkişaf potensialıdır. Nə qədər inkişafda çətinliklər olursa da, dövr, yəni texnologiya dövrüdür və hətta texnologiyanın da, texnoloji avadanlıqların da bu sahəyə çox böyük bir töhfəsi olacaq. Çünki daha asanlıqla, belə deyək, bir çox problemləri daha asan bir şəkildə aşkarlayacağıq. Beynəlxalq əməkdaşlıqlar nədən ibarətdir? Təbii ki, biz bayaqlarda qlobal aspekt dedik. Avropa ölkələrində və bəzi dünya ölkələrində bu sahə daha çox inkişaf edir və bizim respublika ilə həmin dövlətlərin belə deyək əməkdaşlığı nəticəsində
ki bu əməkdaşlıqlar var. Çünki elə KOP-un özü də bu əməkdaşlıqların olduğunu göstərir. Və və bunun nəticəsində beynəlxalq səviyyədə də inkişaf edən bir sahədir. Profilaktik tövhə və şəxsi inkişaf bizim nə qədər daxilimizdə olan çətinliklər olsa da, şəxsi inkişafın belə deyək, bizim məqsədlərimiz, planlarımız var. Onları reallaşdırmaq üçündür. Yəni üstünlükləri nədir? Bizim xaricə çıxışımızı təyin edə bilər, bizim öz şəxsi belə deyək, inkişafımız və özümüzə aid olan xüsusiyyətlər. Tutalım, mən müəyyən bir dil biliyinə sahibəm və planım ondan ibarətdir ki, magistratura sahəsini burada öyrənəndən sonra da ətraflı bir şəkildə ya doktoranturada, ya da elə mütəxəssis olaraq xaricdə öz işimi davam elətdirim və onu da vurğulayım ki, xaricdə bu sahənin önəmi çox böyük əhəmiyyət daşıyır, önəmli bir sahədir və geniş yayılıb digər ixtisaslara baxarkən və işte ən aktual sahə hesab oluna bilər ətraf mühit və sağlamlıq ixtisası. E, Daha sonra sizlərə karyera imkanlarını vurğulayacağam. Bu ixtisasın sonunda, ixtisasın təbii ki, ətraflı bir şəkildə yiyələndikdən sonra biz müxtəlif dövlət qurumlarında çalışa bilərik. Bura Səhiyyə Nazirliyidir, Ekologiya Nazirliyidir. Bunları məsələn misal olaraq qeyd eləmişəm və əsas mütəxəssis burada risk assessmenti olaraq çalışa bilərik. Biomonitorinqlər aparacağıq və risk qiymətləndirilməsi aparacağıq və bu yönümlü mütəxəssis kimi burada özümüzü göstərə bilərik. Daha sonra beynəlxalq istiqamətdə yönələ bilərik. Beynəlxalq təşkilatlarda çalışa bilərik və niyə də yox. Buna Səhiyyə Təşkilatını misal göstərə bilərik, Dünya Səhiyyə Təşkilatını, BMT-nin özünü, iqlim dəyişiklikləri və antropogen təsirlər üzrə qlobal proqramlara qoşula bilərik və özümüzü də inkişaf etdirmək üçün mən də yeniyəm, amma və bu sahədə belə deyək də gördüyüm yenilikləri sizlərə bu gün vurğulamaq istəmişəm və özümün də düşüncəsində olan hədəfləri sizinlə bölüşmək istəmişəm deyə. Ona görə qlobal aspekti də tutmuşam. Yəni niyə də yox ki, bunları bacarmayaq. Daha sonra Greenpeace kimi fondlar var. Burada sahə tədqiqatları və profilaktik tədbirlər də görə bilərik. Greenpeace əsasən belə deyək, özünü necə ayırd eləyir? Müxtəlif ölkələrdə, yəni burada dövlətlər belə deyim də Afrika ölkələridir. Çünki onlarda qlobal şəkildə bu ətraf mühit problemləri çox geniş yayılıb. Əsasən elə Greenpeace bunun simvoludur. E, Daha sonra sənaye sektorudur və akademik fəaliyyətdir. Sənaye sektoru elə bizim respublikamızın özündə neft-qaz şirkətləridir. SOCAR-ı burada nümunə çəkmişəm. Daha sonra ekoloji, burada nə kimi fəaliyyət göstərəcək? Ekoloji konsulting proseslər ola bilər və toksik maddələrin monitorinqi aparıla bilər. Bundan əlavə mən onu da vurğulayım ki, bizdə belə deyək, laboratoriyada da bizi bu ixtisas belə deyək də bu 2 il ərzində müxtəlif laboratoriyalarda gedə bilərik. Bunlardan biri də GEM-dir, Gigiana Epidemiologiya Mərkəzidir. Biz gələcəkdə yəni orada da bir mütəxəssis kimi çalışa bilərik və akademik fəaliyyət və tədqiqatçı kimi universitetlərdə müəllim də, yəni magistratura iddia edilən bir şəxs müəllimliyi də edə bilər öz universitetində. Məsələn, elə bizim tibb universitetini misal çəkə bilərik. Bu sahə üzrə öz biliklərini tələbələrlə bölüşə bilər və tədqiqatçı kimi təbii ki, yenə fəaliyyət göstərə bilər. Daha sonra gələcək perspektivlərini də qısa olaraq burada qeyd etmişəm. Mən ümumiyyətlə gələcək perspektivlərinə bu təqdimat boyda toxundum. Burada yaşıl iqtisadiyyata keçidi vurğulamışam. İqlim dəyişikliyi ilə mübarizəni, multidisiplinar ekspertizanı və texnoloji inkişafı. Ümumiyyətlə yaşıl iqtisadiyyata keçid nə deməkdir? Yəni dünya üzrə əsas belə deyək, keçidlərdən biri nəzərdə tutulur. Yəni dünyada yaşıl enerji və dayanıqlı inkişafa yönəlik bir keçiddir. Yəni bu ixtisasa tələbatı da ona görə kəskin bir şəkildə artırır. Başqa biz burada iqlim dəyişikliyi ilə mübarizəni qeyd etmişik. Müxtəlif iqlim dəyişikliyi nəticəsində insan sağlamlığına təsirlərini idarə edəcək mütəxəssislərə olan ehtiyacdır. Çünki yenə dediyim kimi yeni bir sahədir və bu sahə üzrə mütəxəssislərin sayı demək olar azdır. Yəni
yox dərəcəsində də belə deyək. Çünki yeni bir sahədir və hələ də inkişaf etməkdədir. Yəni bu ətraf mühit və sağlamlıq sahəsi təbii ki, yenidir, amma məsələn ekologiya üzrə təhsil alan tələbələr var və digər sahələr üzrə təhsil alan tələbələr var, amma insanın sağlamlıq e, problemlərini də ön planda tutan bir sahə olduğu üçün bu yeni bir aspekt təşkil edir və bu sahədə mütəxəssis azlıq təşkil edir. Gələcəkdə də bunlara ehtiyac duyulacaq deyə, ona görə bu sahənin gələcək perspektivlərindən biri də elə bizim kimi mütəxəssislərə ehtiyac olmasıdır. Getdikcə də artacaq bunun sayı təbii ki. Multidisiplinar ekspertiza nə deməkdir? Həm tibbi, bayaqlar dediyim kimi, həm tibbi, yəni insan sağlamlığı cəhətdən, həm də ekoloji bilikləri özündə birləşdirən bir sahədir. Və burada olan kadr azlığı səbəbindən də yüksək rəqabətə davamlılıq olacaq. Daha sonra texnoloji inkişaf nədir? Texnoloji inkişaf isə burada GIS və AI-ları qeyd etmişəm. Bunlarda yəni süni intellektlərin və coğrafi intellekt, coğrafi belə deyək, şəbəkələr üzrə olan intellektlər var ki, sırf ətraf mühitə aid olan belə deyək, süni intellekt modelləridir. Bunların inteqrasiyası texnoloji inkişaf nəticəsində bunların inteqrasiyası baş verəcək. Yəni gələcəyin istiqamətlərindən də biri budur ki, çünki bildiyimiz kimi avtomatlaşdırma, yəni texnoloji bir dövrdəyik biz və bunların həmin bizim sahədə istifadəsi də geniş bir şəkildə olacaq və nisbətən işimizi asanlaşdıracaq. Sadəcə bu bilikləri də yiyələnmək lazımdır. Həm belə deyək, informasiya texnologiyaları cəhətdən çünki dövr onu tələb eləyir və bu avadanlıqların da istifadəsi bizim üçün bu sahədə daha üstünlük təşkil edəcək. Yəni bu biliklərə də sahib olmaq. Gələcək perspektivləri bundan ibarətdir. Ümumilikdə belə desək, çünki bu son slaydımızdır, mən ümumiləşdirim. Bu arada çox sağ olun dinlədiyiniz üçün indidən. Diqqətinizə görə minnətdaram sizlərə, hər birinizə. Ümumilikdə belə yekunlaşdırım. Yəni ümid edirəm sizə yararlı olacaq məlumatları verdim və bu sahəyə təbii ki, marağı olan insanların gəlməsi, mütəxəssis kimi özünü görən insanların qatılması çox önəmlidir. Çünki həvəs olmadan, maraq olmadan bir işin yerinə yetirilməsi çətindir, yəni. Və işin içində olandan sonra da həvəs maraq olur təbii ki, amma işin içində də sən o prosesi daha dərindən görürsən. Onu demirəm ki, yəni heç həvəsiniz olmadığı bir sahəyə gedin, bunu təcrübədən keçirin. Hə, boş-boşuna bir zaman itkisi olsun. Yəni buna ehtiyac yoxdur. Yəni bu sahəyə həvəsiniz, marağınız və bu istiqamətdə hər hansısa bir yeniliklər, dəyişikliklər etmək istəyirsinizsə gəlin və bu təbii ki, mütəxəssis, professional bir şəkildə mütəxəssis olun. Çünki həmin bu mütəxəssislərin belə deyək, belə professional bir şəkildə mütəxəssis kimi formalaşsaz, daha yüksək yerlərə gələcəksiniz və hə, onu qeyd edirdim ki, həvəsiniz və marağınız olduğu halda bu ixtisasa yönəlin. Çünki məncə yəni dərinliyinə endikcə daha da şaxələnən bir sahədir. Çox geniş bir belə deyək, aspektə əhatə edir və dərin biliklərə yiyələnir insan. Və hətta mən özümə elə nümunə deyim sizə ki, subyektiv olaraq fikrim ona ibarətdir ki, yəni mən sahənin içində olandan sonra belə deyim, daha da marağım artıb, daha da inkişafını görmək istəyirəm bu sahənin və mütəxəssis olaraq özümü burada görürəm. Və son olaraq da elə onu deyim ki, istəyiniz bu sahə yönümlüdürsə, özünüzü bir mütəxəssis kimi görmək istəyirsinizsə bu sahədə elə bir şəkildə yəni müraciət eləyin və yəni həvəsi olan, marağı olan insanların peşman olacağını düşünmürəm. Yəni bu sahəni seçdiyim üçün mən şəxsən peşman deyiləm. Və mənim bakalavr ixtisasıma da bunu əlaqələndirmək necə olacaq onu sizlərlə paylaşdım. Yəni mən düşünürəm ki, mən reabilitasiyada təhsil almışam, amma bunu ətraf mühit və sağlamlığa necə bir şəkildə birləşdirə bilərəm? Belə deyək, çünki reabilitasiya müxtəlif proseslərin belə deyək, xəstəliklərin nəticəsində orqanizmdə yaranan patologiyaları bərpa etməyə yönəlmiş bir prosesdir. Ətraf mühit və sağlamlıqda da belə deyək,
ətraf mühit amillərinin nəticəsində sağlamlıq pozuntuları yaranır və bu pozuntuların biz ətraf mühit və sağlamlıq sayəsində dərinliyini, kökünün nədən gəldiyini öyrənirik və ondan sonra bu prosesi reabilitasiya ilə sonlandırırıq elə bir. Yəni mən belə düşünürəm. Ardıcıllıq kimidir. Yəni mən məsələnin kökünün nədən olduğunu bilirəm. İnsan orqanizminə nə kimi təsir göstərdiyini də görürəm və ondan sonra bu təbii ki profilaktik tədbirlər görürük, icazə verməməliyik əslində insan orqanizmində bu fəsadlar yaransın, amma yaranan fəsadların da qarşısını almaq üçün reabilitasiya artıq müalicət olunur və bərpa prosesləri başlayır. Yəni mən öz sahəmi, məsələn, bakalavr sahəmi belə əlaqələndirirəm indiki hal-hazırki magistr sahəmlə. E, Belə bu qədər. Öz təşəkkürümü bildirirəm hər kəsə. E, Çox sağ olun dinlədiyiniz üçün. Ümid edirəm yenə faydam oldu sizlərə. Biz təşəkkür edirik. Belə detallı, ətraflı izahınız üçün çox təşəkkür edirəm. Şəxsən mən dinləyərkən valeh oldum biraz. Bu ixtisas haqqında çox məlumatım yox idi. Nə deyim, bəzi hissələr haqqında məlumatım var idi, amma sizin dediyiniz kimi bu qədər detallarını bilmirdim. Çox təşəkkür edirəm. Sayənizdə bir çox məlumatı əldə etdik. Əminəm ki, dinləyicilər də əldə etdik məlumatları. İstəyirsinizsə sual-cavab hissəsinə keçək. İstəyənlər səsi açıb da suallarını verə bilər. İstəyənlər chat hissəsində yaza bilərlər suallarını. Mən o vaxta qədər bizə qeydiyyat formunda gələn suallar var. O sualları səsləndirmək istəyirəm. Ə, Biri yazıb ki, mən biologiya ixtisasını seçmişəm. Bu proqramda tibbi biliklər nə dərəcədə dərindən tələb olunur? Biologiya ixtisasını bitirib, yəni biologiyada yiyələndirib, belə deyək də, yiyələndiyi biliklər bu sahədə özünü göstərəcəkmi, onu demək istəyir yəqin hər halda deyə düşünürəm. Yəni Bizə soruşmaq istəyir ki, tibbi bilik baxımından çətinlik yaradarmı ona? Yəni bu təbii bilik çətinlik yaratmaz deyə düşünürəm. Yəni tam çətinlik təbii ki, bəzi çətinlikləri ola bilər, amma mənim fikrimcə, yəni biologiya sahəsində təhsil alan biri olaraq, yəni artıq bir çox belə deyim, təbii ki, indi mən tam olaraq onların proqram sistemini bilmirəm, amma böyük ehtimal ki, yəni özünün marağı varsa bu sahəyə, o çətinliklərin də öhdəsindən gələcəyini düşünürəm mən. Çünki tibbi cəhətdən, məsələn, mən bakalavr ixtisasım reabilitasiya idi deyə bir çox xəstəlikləri haqqında eşitmişdim, məlumatım var idi. Sadəcə burada ekoloji aspektin yaratdığı xəstəlikləri, məsələn, bəzilərini mən də bilmirdim. Burada öyrənmiş oldum. Amma mən də düşünürəm ki, yəni böyük bir çətinlikləri olmayacaq. Yəni anlaya biləcək belə deyək tədrisi. Tədris olunan fənləri mahiyyətini anlaya biləcək deyə düşünürəm. Ümid çox edirəm sağ ətraflı cavab oldu. olun. Digər sualı da səsləndirim. Təcrübə keçmək üçün Səhiyyə Nazirliyi və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq imkanları varmı? Əm, Hal-hazırda yəni mən də təbii ki ilk magistram bu sahənin. Məncə təcrübə keçmək üçün var. Müraciət etsək, həm universitet tərəfindən olan müraciətlər olsa, həm də bizim öz kafedramız tərəfindən müraciətlər olsa, məncə keçmə ehtimalı var. Təbii ki, %100 əminliklə deyə bilmirəm. Bu sahəni belə deyək də sonunda təbii ki, mən də görəcəm ki, yəni burada hansı praktik istiqamətlər var. Onu deyim ki, məncə müxtəlif laboratoriyalarda mən Gigiyena Epidemiologiya Mərkəzi qeyd elədim məsələn, və yaxud da bu sahə ilə bağlı olan yenə digər mərkəzlər var ki, onların da bizdə mən blok seçmə fənlərdə onu qeyd eləmişdim slaytlarda. Orada hidrometeoroloji mərkəzləri göstərilmişdi. Yəni bu kimi laboratoriya mərkəzlərində təcrübə keçə bilərlər. Çünki Ekologiya və Səhiyyə Nazirliyinə bəlkə də qəbul edilər deyə düşünürəm. Çünki yəni bu sahəni öyrənmək istəyirik, bir mütəxəssis kimi formalaşmaq istəyiriksə, bizlərə qapı açacaqlarını düşünürəm. Ümid edirəm ki, elə olar. Yəni e, belə deyək, yəni bizə bir mütəxəssis kimi formalaşmağa kömək edəcəklərini düşünürəm. Təşəkkür edirəm. Digər bir sualımız, Buyurun. qurumları və özəl sektorda hansı iş imkanları var? Dövlət qurumlarına desəm qeyd etdiniz. Bəli. İstisna Elə Ekologiya və Səhiyyə Nazirliyi, məsələn, dövlət səviyyəsində olan qurumlardır. Digər dövlət qurumlarına, məsələn, nəyi misal göstərə bilərəm? Başqa, yəni əsasən onları qeyd etdim. Akademik səviyyədə də yenə
Məncə qeyd edirəm. Bir də qlobal şəkildə ola bilər dövlət qurumları təbii ki, yəni xaricə çıxışı istəyən tələbələr varsa, burada mən magistr təhsilimi belə deyək, bitirdim. Daha sonra xaricdə ya doktorantur olaraq bunu davam elətdirə bilər. Mən belə düşünürəm. Təbii ki, bunun üçün xarici dil biliklərini yiyələnmək bir çox faktorlar önəmlidir, amma və maddi cəhətdə təbii ki, bu da rol oynayır. Yəni, amma dövlət proqramları vasitəsilə edə bilərlər. Tamamilə doktoranturanı o proqram vasitəsilə davam elətdirə bilərlər, əgər belə bir istəkləri də varsa. Sonra daha sonra sadəcə iş məqsədi ilə edirlərsə, ora gedib belə deyək, müxtəlif bir qurumlarda çalışa biləcəklərini düşünürəm. Yəni hansısa bir proqram vasitəsilə yenə, amma dövlət səviyyəsində olan proqramlarla getsələr daha effektiv olacağını düşünürəm. Teşekkür ederim. Burada özel sektora siz az önce qeyd etdiniz neft şirkətləri. Mən bu webinardan əvvəl bilmirdim neft şirkətləri imkanı olur. Əslində məntiqi baxımdan çox düzgündür. Onlara da ehtiyac olur dediyiniz kimi ətraflı bir qismə ehtiyac olur. Bir də mənim sualım var idi ki, Bəli, bu. magistr bitdikdən sonra işləmə imkanı orada varmı, yoxsa bəzi beynəlxalq sertifikatlar, məsələn, boş sertifikatlara mı ehtiyac var? İşləmə imkanı üçün sertifikatlara ehtiyac varmı? Hə, bunu dedinizsə düzdürmü, Bəli. düz anladım. Hə. Məncə, yəni mən bakalavr dönəmindən də nümunə seçərək, yəni məncə beynəlxalq sertifikatların əldə olunması daha yaxşıdır deyə düşünürəm. Çünki bir belə deyək də, bir addım insanı önə atırmış kimi olur. Çünki necə deyim, yəni sizə beynəlxalq qurumlardan əldə etdiyiniz sertifikatların bir önəmi var ki, o sertifikatlar verilir. Yəni boşuna əldə etmirsiniz. Siz bir gördüyünüz bir belə əziyyət nəticəsində onu əldə edirsiniz tutalım və yaxud da keçdiyiniz təcrübə nəticəsində əldə edirsiniz. Onun üstünlüyü təbii ki var. Amma məncə belə deyim, ümumiyyətlə bu təkcə universitetdən asılı olan bir şey deyil. İnsan özü üzərində də çalışmalıdır deyə. Yəni tutalım mən hələ ki yeniyəm deyə öz bakalavrımdan da nümunə çəkirəm bura ki, məsələn müxtəlif praktikalarda olanda insan və həmin sahənin nəzəri hissəsində əlavə praktik hissəsində görür deyə. Ona görə özünü belə deyək tam olduğu sahəni anlaya bilir də. Nəzəri teoriya ilə iş getmir, yəni heç vaxt. Mütləq onu praktikada görmək lazımdır ki, bu nə deməkdir? Yəni bu işin mahiyyəti nədir? Bunu gözdən görmək lazımdır da. Yəni teoriya ilə, nəzəriyyə ilə olmayan bir şeydir. Ona görə praktikadan keçəndən sonra və təcrübə müddətində də belə deyək, həmin müəssisələrdə məsələn diqqət edirlər insanlar. Məsələn bir təcrübəçi olaraq sən necə fəaliyyət göstərirsən, tamam öyrənməyə gəlmisən, amma nə dərəcədə marağın var. Həmin təcrübə keçdiyin yerlərdən də məncə insana belə təkliflər gələ bilər. Deyə düşünürəm. Ümid edirəm ki, belədir. Mən bakalavr dövrümdə çünki bu hallarla qarşılaşmışam deyə. Ona görə təcrübəsi olduğumuz dövrdə də məncə çox önəmlidir bu sahədə aktivliyimizi göstərmək. Sertifikatların da önəmi var, mütləq ki var. Sizin verdiyiniz suala uyğun cavab verim. Yəni vacibdir. Yəni niyə də yox? Çünki biz məsələn xaricdə də müraciət etdiyimizdə beynəlxalq dövlət səviyyəsində olan sertifikatların olması ki, bunlar tələb olunur. Hətta xarici müraciətlərdə belə tələb olunan bir faktorlardır. Ona görə məncə böyük rolu var. Teşekkür ederim. Burada suallar bitti. Hı -hı. İştirakçılardan sual olanlar varsa qeyd edə bilər. Mən istəyirəm bir-iki kəlmə deyim. Mən qidalanma və tibbi ekologiya kafedrasının dosentiyəm, elə layihənin kuratoruyam. Nə demək istəyirəm? Demək istəyirəm ki, layihə çox savadlı, çox ağıllı, çox tərbiyəli bizim magistrımızdır. Baxmayaraq ki, tibb universiteti qurtarmayıb, bu İdman Agentliyi akademiyasından gəlib, amma çox belə dərin onun bilikləri var və tez bir zamanda bizim ixtisaslarımızı mənimsədi. Və çox gözəl gördüyünüz kimi öz ixtisasını təqdim etdi sizə. Özü hazırlayıb, özü hamısını bütün bu məqamları sizə çatdırdı. Çox yüksək səviyyədə də imtahanlarını verdi və düzgün
sizə çatdırdı bu ixtisasın əhəmiyyətini. Mən nə əlavə etməli edirəm? Görürəm ki, çox suallar var ki, gələcəkdə bu ixtisas e, alanı harda e, işləyə bilər. Bizim bir çox tələbələrimiz Almaniyada, Amerikada, İngiltərədə bax bu sahə üzrə, yəni ətraf mühitin sağlamlığı sahəsində işləyirlər. İndi hər yerdə tələbat çoxdur. Müxtəlif dövlət qurumlarında, elə bizim səhiyyə bu nazirliyində, sonra İlahi dedi, e, e, nə dedin? İlahi Ekologiya Nazirliyində deyirlər. Ekologiya Nazirliyində və sonra Torpaq bu agentliyində, bir çox agentliyində demək olar ki, bütün ekologiya ilə e, belə əlaqəli olan qurumlarında işləyə bilərlər. Kurator kimi, e, belə məsləhətçi kimi layihələrin hazırlanmasında, yəni bu uje tələbənin öz inisiativasından asılıdır, bacarığından asılıdır. Yəni hər yerdə misal üçün yolu açıqdır, çoxdur bu sahəni. İndi də gördüyünüz kimi çox aktualdır bu problem. Ona görə ekologiya görürsüz nə vəziyyətdədir, qlobal istiləşmə prosesləri gedir, bu buzlaqlar əriyir, su ehtiyatlarımız azalır. Nəyə görə? Ona görə ilahə dediyi kimi atmosfer havasının e, çirklənməsi gedir bu müxtəlif qazlarla və e, nəyin hesabına? İlahə düz dedi, Bakını götürək. Nə qədər bizdə avtomobillər var, nə qədər tıxaclar var və indi araşdırmalar aparılır, ölçülmələr aparılır və qat-qat yol verilən həddən toksiki maddələrin miqdarı çoxdur. Bu da ilahə düz dedi, orqanizmimizə təsir göstərir. Ən belə əsası da ən belə təhlükəli odur ki, tənəffüs yolları ilə insan orqanizma daxil olur. Ona görə ki, bilavasitə qana keçir bu toksiki maddələr. Bu toksiki maddələr orqanizmdə toplanır və tədricən sonra insanın sağlamlığına təsir göstərir. Ona görə bunun qarşısını almaq üçün əlbəttə ki, öyrənilir, ətraf mühit amilləri öyrənilir və ətraf mühit amillərinin çirklənməsinin insan orqanizmına təsirini bilavasitə öyrənir və profilaktik tədbirlər hazırlayır və həyata keçirilir. Ona görə bu sahədə genişdir bu e, istiqamətlər. Həmçinin də bax indi sual verdiniz sertifikatlara. Bəli, xaricdə bu sertifikatlar mütləq baxılır. Tələb olunur, Ən, bəli. ən çox da bilirsiniz nəyə fikir verirlər? Könüllülərə. Çalışın könüllü, bax bu qurumlar ki o keçirilir, bu forumlar keçirilir. Orada könüllü kimi iştirak edin. Bax xaricdə, bax buna da deməli fikir verirlər. Ona görə nə mən arzulayıram? Əlbəttə ki, bu sahəni seçən çox olsun. Ona görə daha da ətraflı, daha da maraqlı. İndi bu il bizdə birinci ildir. Amma biz bu tədqiqat yerləri araşdırmışıq və indi görəcəksiniz ki, daha da geniş bu sahədə biliklər siz burada oxuyanlar əldə edəcəksiniz və ilahiyə nə arzulayaram? Uğurlar. Çox sağ olun müəllim. Hə, əlbəttə ki, bizim əlimizdən nə köməkliyi var. Əlbəttə ki, ilahiyə gələcək, o birisi magistrlardan köməklik eləyəcək və dissertasiyanı müvəffəqiyyətlə müdafiə etsin və mən inanıram ki, ilahə çox gözəl mütəxəssis olacaq və gələcəkdə də bu sahədə biz görəcəyik onun nailiyyətlərini.
Çox sağ Təbrik olun edirəm. Nərmin. Çox sağ olun. Sağ ol. Təşəkkür edirəm. Ətiqə xanım, dəyərli məlumatlar bizdən. Sağ olun. Sağ ol. Hər kəsə vaxtını ayırıb qoşulduğu üçün təşəkkür edirik. İlahə xanım da bu təklifimizi qəbul etdiyiniz üçün, bu qədər hazırlıq gördüyünüz üçün, məlumatlarınızı ötürdüyünüz üçün təşəkkür edirik. İnşallah Mən təşəkkür edirəm. Siz sağ olun ki, belə bir vebinarın keçirilməsinə səbəb oldunuz. Yəni bizim ixtisası tanıtmaq üçün. Yəni çox böyük bir töhfəniz oldu həqiqətən. Sizə yəni bütün ə, əziyyəti çəkən hər kəsə minnətdarlığımı bildirirəm. Çox sağ olun. təşəkkür edirəm. Sağ olun. Çox sağ ol. Sağ ol.